Hamınıza salam arkadaşlar. Bəzi zamanlar elə olur ki, arkadaşlarım bəziləri deyir ki, öykünü göstər. Öykü budur. Öyle gece paltarındadır indi yuxudan oyanıb. Buna göre öykü belədir. Gösterdim indi sizə. İndi öykünün günlüklerini sizə istəyirəm ki, həmişə göstərəm. İndi də öyle plan qurdum. Siz razısınızmı ki, ben göstereyim mi yoksa yok? Yani baxacaqsınızsa göstərimdə, baxmayacaqsınızsa mən onu bir tək adam üçün paylaşa bilmərəm. Çünki niyə? Boş vaxtlar sərf edirəm. Buna görə də siz razısınızmı mən öykünü, günlüklerini paylaşmaya? Razı değilsinizsə paylaşmayalım. Sadece özüm üçün öykünü giyindirəcəm, eləyəcəm, yeməyini yedizdirəcəm. Amma video çəkərək yox. Sadece özüm üçün video çəkə yox da, sadə elə özüm üçün giyindirəcəm elə. Siz razı olsanız video çəkə bilərəm, razı olmasanız çəkə bilmərəm. Çünki niyə? Vaxtımı sərf eləməyim. Buna göre videomuz bu kadar idi. Sağ olun. Ve siz mənə yorumlarda cevap yazın.